Hello everyone, hər kəsə salam, əziz altıncılar. Bugünkü mövzumuz iş dəftərindən Language in Context 1, Past Continuous olacaq, affirmative və negativ cümlələrini. Past Continuous-un düzəlmə qaydasını demişdik, düzdürmü? Present Continuous-da am, is, are, verb üstəgəl verb deməli ing idi. Keçmiş zamanda isə əmzanın yerinə was, were, was and were üstəgəl verb ing-li şəkildə biz cümlələrimizi quracağıq. Məsələn, Tino were yoxsa has having an amazing time. Tino təkdə olduğuna görə burada artıq was olacaq. Çünki was am və is ilə işlənən şəxslərdə istifadə olunur. Were isə are ilə işlənən şəxslərdə. We-də are işləndiyinə görə, düzdürmü? Keçmişdə də olacaq were laughing. Daha sonra the best players weren't playing yoxsa not playing. Weren't playing təbii ki not playing doğru deyil. She is listening yoxsa was listening to the radio last night. Last bilirik ki keçən, ötən deməkdir. Keçmiş zamanı bildirir. Keçmiş zamanda mən is istifadə edə bilmərəm. Was listening olmalıdır. I wasn't watching yoxsa weren't watching. I-da was işlənir. Çünki baxın burada yazdıq ki, əmlə işlənənlərdə was olur. I-da əmlə işləndiyinə görə wasn't watching olacaq. You-da you are-la işlənir indiki zamanda. Are-la işlənənlərdə də keçmişdə were olduğuna görə wasn't yox, weren't wearing şəklində yaza bilərik. Gəldik 2-yə. Look at the mates and complete the sentences using the past continuous in affirmative or negative. Deməli, burada biz şəkillərə baxmalıyıq və bunlardan istifadə edərək past continuousda daha doğrusu affirmative, yəni təsdiq və inkar cümlələri qurmalıyıq bu hissədə. Gəlin elədirsə edək. Uşaqlar, burada cümlələri tamamladıq şəkillərə baxaraq. Məsələn, Albert was doing homework. Albert ev tapşırıqlarını edir. He wasn't having dinner. O şam yeməyi yemir, yəni şam etmir. Edirdi daha doğrusu ya da etmirdi. Peter and Sunny were playing. Burada playing basketball oynayırlar. They weren't winning. Yəni onlar qalib ola bilmirlər. Baxın bu işarəyə görə mən burada weren't yazdım inkarda. My mom was looking at trainers in the shopping center, but she wasn't buying. But varsa bir cümlədə bir tərəf inkar, digər tərəf təsdiq olmalıdır. Əgər bu tərəfdə biz təsdiq vermişiksə, digər tərəfdə bunu inkar etməliyik. Yəni anam shopping centerdə şalvarlara baxırdı, şalvarlar axtarırdı, amma almamışdı. Yəni almırdı. May was coming to meet me at the shopping center. She was walking fast. It was getting dark in the city, but it wasn't raining. Bu şəkildə tamamladıq. İndi keçək 3-ə. Write sentences with the past continuous. Cümlələri past continuousda yazmalıyıq. Gəlin yazaq. Baxıram birinci şəxsin we-dir. We-də nə işlənəcək? Were. We were having a picnic on the beach. On the beach. Bunu ardından tamamlayarsınız. Daha sonra the runners cəmdə olduğuna görə biz burada nə qoymalıyıq? Were getting to the stadium. To the stadium bu cümləni yazarsınız. Məndə yer qalmır. Daha sonra not look görürəm burada. Deməli, birinci you-nu yazıram. You-da nə işlənir? Were. Not deyibsə, notu da qoyuram were-nin yanına və birləşdirərəm. Olur weren't looking. Weren't looking across the street. Daha sonra she de was olacaq. Was
Texting on her phone. The car not go'dursa karda təkli olduğuna görə going wasn't going very fast. Daha sonra ayda was olur. I was arriving. Yox, bircə dəqiqə. Bircə dəqiqə. I was leaving olmalıdır. I was leaving. My friends. Bircə dəqiqə. I was leaving. My friends leaving when I arrive. Düzgün yazmışdıq. Gəlin cümləni yenidən quraq. I was arriving when my friends were leaving. Bu şəkildə cümləmizi tamamladıq. Davam edirik 8-ci cümlə ilə. Gemma and I 2 nəfər olduğuna görə were və not olduğuna görə weren't. Bircə dəqiqə. Weren't waiting for the bus. Bu şəkildə cümlələrimizi tamamladıq. Davam edirik. Language in context 2 ilə. Deməli, burada cümlələri digərləri ilə birləşdirməliyik, yəni uyğunlaşdırmalıyıq. Gəlin baxaq. Were they meeting their friends? Onlar öz dostları ilə görüşürdülər. They were very excited. Onlar heyecanlıydılar. He was, elə bu uyğun gəlir. Başqa burada yes they were. Baxın, bu da uyğun gəlir. Yes they were. Daha sonra what was he doing at the shopping center? Ne edirdi o shopping centerdə? He was looking at new trainers. Yeni şalvarlar axtarırdı. Was that girl running fast? Qız sürətli qaçırdı. Yes, she was. She was whining. Were you sleeping during the lesson? Siz yatırdınız dərs ərzində, yoxsa baxaq? Yes, bu hansı cavablar qalıb? No, I wasn't. Ya da sən yatırdın. I was listening to music. Mən müəllimi dinləyirdim. How were they feeling? Necə hiss edirsən? They were excited, yəni həyəcanlı hiss edirəm. Gəlin keçək 2-də ikinci sualı qurmağa. Deməli, mübtədamız olacaq you, feilimiz də olacaq write. Deməli, you-da were-la düzəldiyinə görə were you riding your bicycles? Daha sonra 3-də baxıram. In the car olacaq. Mənim mübtədam, go da mənim feilim. What direction car deməli təkdə olduğuna görə was the car going in. Daha sonra any people cəmdə olduğuna görə sualı were-la verməliyəm. Bütün cəm isimləri bilirsiniz ki, they əvəzli ilə əvəz edirik və they-də də ar işləndiyinə görə avtomatik word işlənəcək. Çünki bayaq da dediyim kimi arla işlənən şəxslərdə keçmişdə were işlənir. Were any people walking
Daha sonra 5-də. 5-də baxıram. Mübtədam Stefandır. Deməli, was-dan sual verəcəm. Tək isimdir. Was Stefan wearing? Belə. Daha sonra yenə burada baxıram ki, ə, mübtədam, yəni isimim tək şəxsdir. He-dir. How was he feeling after accident? Belə, bu şəkildə tamamladım. Davam edirik. Yenə burada bir dialoq var. Həmən dialoqda nə etməliyik? Cümlələri düzgün ardıcıllıqla qoymalıyıq, yaratmalıyıq dialoqu. Deməli, sualda what-la veriblər birinci sualı görürsünüzmü? Daha sonra şəxsimiz you olduğuna görə were you doing? Feilin də sonuna ing. Yəni, çox rahat şəkildə əslində qurmaq olur. Daha sonra ikinci sualda where, şəxsim yenə you-dursa were sitting. Daha sonra what, yəni xüsusi suallar ən birinci gələr. Burada you-nu unutdum. Where were you sitting? You-nu unutdum. Burada yazarsınız sizdə. Daha sonra what, the man cəmdə olduğuna görə were the man wearing. Daha sonra gəldik 4-ə. They do anything suspicious. They do anything deməli. Sualımız şəxsimiz they olduğuna görə were they doing anything? Ardını siz tamamlayarsınız bu sözdən. Daha sonra what, yine what birinci gələcək. They-də işlənir were they doing. Aha. Digərinə baxırıq. The car təkdədir. Deməli was-la olacaq. Was the car traveling fast? Daha sonra yes it was. Who yenə birinci gələcək xüsusi sual sözüdür. They-də were işlənir. Were they shouting at the driver are sing. Daha sonra yenə who-la who drive the car. Kim idarə eləyirdi maşını? Bu cümlədə gördüyünüz kimi bir mübtəda yoxdur. Mübtədamız elə who-dur. Who-nun da xəbəri həmişə tək olar. Who was driving the car? Car deyə cümləmizi qurduq. Davam edirik. Great ideas. Past continuous and past simple. When I was walking down İstiqlal Street when I saw her. Yəni mən İstiqlal küçəsində gəzərkən onu gördüm. I saw her. While isə deməli when dadə deməkdir. Dadə, gəzəndə, edəndə, onu görəndə, məsələn, when I saw her, onu görəndə, mən onu görəndə nə edirdi? I was walking down İstiqlal Street. While isə arkan, erkən deməkdir. Arkan, erkən. I learned to cook. Mən öyrəndim yemək pişirməyi. While I was living in Spain. İspaniyada yaşarkən. While we're watching a film. Biz film izləyərkən David was making dinner. David dinner hazırlayırdı. Bu belə.
We use while plus past continuous for past action in progress. Yəni davam keçmişdə davam edən hadisələrdən istifadə edərkən biz while üstəgəl past continuous istifadə edirik. When üstəgəl past simple isə for past events at a particular moment, yəni xüsusi bir anda, keçmişdə xüsusi bir anda baş verən hərəkətlərdə isə, yəni baş verdi, bitdi. Yəni bu işi gördüm, bitdi. Bu olacaq sadə simple zaman. Bunda isə when işlənilir. Amma past continuous, yəni hər hansı bir hərəkət keçmişdə davam edirdi. Yəni biz filmə baxdığımız zaman, baxdığımız müddət ərzində David nahar hazırlayırdı, yəni şam yeməyi hazırlayırdı. Yəni bu şəkildə. Məna olaraq bu mənanı verir. Daha sonra yeni bir qaydamız var burada. Possessive pronouns, yiyəlik əvəzlikləri. Yiyəlik əvəzlikləri nədir uşaqlar? Yiyəlik əvəzliklərinin ilkin formalarını tanıyırıq. Yəni aslı tərəfləri. Yiyəlik əvəzliyi iki yerə bölünür. Aslı tərəf və müstəqil tərəf. Aslı tərəfi tanıyırıq. Məsələn, my, your, daha sonra our, their, her, onun qadın cinsində, his, onun kişi cinsində, bir də it is. Onun, bu da orta cinsdə. Bunları tanıyırıq, düzdürmü? Hamımıza tanışdı. Bu 6-cı sinifə gələnə qədər dəfələrlə bu yiyəlik əvəzliklərini görmüşük cümlə daxilində. Bir də bunun müstəqil tərəfi var. Müstəqil tərəfində my olur, mine, your olur, yours, our olur, ours, their olur, theirs, her olur, hers, his elə his olduğu kimi qalır. It-izin də müstəqil tərəfi yoxdur. Elə it-iz kimi hər iki tərəfdə istifadə oluna bilər. Bu belə. Deməli, aslı tərəf adından da bəlli olduğu kimi isimdən asılıdır. Yəni bu tərəfləri siz gördünüzsə, bu pronounları gördünüzsə, bilin ki, özündən sonra mütləq isim gəlməlidir. Yəni isimdən asılıdırlar. Məsələn, my friend, mənim dostum, düzdürmü? Baxın, burada my-dan sonra mütləq bir isim mütləq gəlməlidir. Yəni mən sadəcə my-ı işlədə bilmərəm, təklikdə işlədə bilmərəm. Tutaq ki, deyirəm ki, cümlədə mənim. Mənim nəyim və yaxud da sənin. Sənin nəyin? Baxın, istər-istəməz bir isim istəyir. Buna görə bunun adı aslı tərəfdəki özündən sonra mütləq isim tələb eləyir, isimdən aslı haldadır. İkinci tərəf isə, gəlin ilk öncə tərcüməsini deyim. Mine, mənimki. Yours, səninki. Bizimki. Onlarınki. Onunki. Bunlar ikisi də, üçü də onunki mənasına verir. Sadəcə cinslərə görə fərqlənirlər. Müstəqil tərəf isə adından da bəlli olduğu kimi müstəqildir. Yəni özündən sonra heç bir şey tələb etmir, isim tələb etmir. Deməli, aslı tərəf çox zaman cümlənin əvvəlində gələr, ortasında gələr. Yəni feildən əvvəl gələr, belə deyək. Müstəqil tərəf isə cümlənin sonunda daha çox işlənir və özündən sonra heç bir şey tələb etmir. Yəni mütləq ki, bu gəlməlidir, o gəlməli deyə bir şey yoxdur. Prepositionlardan və feillərdən sonra işlənir müstəqil tərəf. Məsələn, bir cümlə deyək, onu həm aslı tərəfdə istifadə edək, həm də müstəqil tərəfdə. Məsələn, deyirəm ki, this is my pen. Bu mənim qələmimdir. Düzdürmü? Adi sadə bir cümlə. My'dan sonra pen işlətdik, isimdir. Düzdürmü? Və yaxud da demək istəyirəm ki, bu mənim qələmimdir. Yəni mənimkidir bu. Deyəcəm ki, this pen is mine. Bu qələm mənimkidir. Cümlə məna olaraq eynidir, sadəcə işlənmə yerlərinə görə fərqlidir. Birincisində aslı tərəf bir pronoun işlətdik, digərində isə müstəqil tərəf bir pronoun. Məna olaraq yenə də dediyim kimi eynidirlər, sadəcə işlənmə yerləri çox fərqlənir. Belə, tərcümələrində dedik, mənimki, səninki, bizimki, onlarınki, onunki deyə tərcümə olunur, cümlədə sonda gəlir.
feillərdən sonra işlənirlər. Aslı tərəf isə mütləq özündən sonra isim istəyir, yəni isimsiz qəti şəkildə işlənməz. Əgər hər hansı bir boşluqdan sonra isim görürsünüzsə, bilin ki, orada aslı tərəf işlənəcək. Asılı tərəf işlənəcək. Yox, əgər cümlənin sonunda gəlibsə, özündən sonra heç nə gəlməyibsə, feildən sonra işlənibsə, məsələn, burada feildir, tutaq ki, boşluqda, daha sonra bura boşluq qoyulur feildən sonra. Deməli, mən burada müstəqil tərəf istifadə edəcəm. Bu qədər sadədir əslində qayda. Gəldik innovation words. Bir dəqiqə, burada whose'lar var. Yəni kimin mənasını verir. Sual verəndə, yəni kimin jumper'dır bu? Kimin qulaqcığıdır bunlar? Kimin cəketidir bu? Kimin qələmidir? Whose-la sual veririk. Whose isə Azərbaycan dilində kimin mənasını verir. It is my jumper. Bu mənim jumper'ımdır və yaxud da it is mine və yaxud da bu mənimkidir. Hər iki mənada da işlədə bilərsiniz. Hər iki formada da işlədə bilərsiniz. Məna olaraq çünki eynidirlər. Məsələn, they are your headphones. Onlar sənin qulaqçıqlarındır. They are yours. Onlar səninkilərdir. It is my brother's. Whose jacket is this? Deyir ki, o mənim qardaşımındır. Ya da it is his. Bu, onunkudur. It is my mom's. O mənim anamındır. Və yaxud da it is hers. Bu onunkudur. Yəni hər iki şəkildə də istifadə oluna bilər. Ancaq fikir verin, yourdan sonra, my'dan sonra, our'dan sonra, their'dan sonra mütləq bir isim gəlib. Mütləq bir isim gəlib. Yəni isimsiz heç bir zaman aslı tərəf işlənməz. Belə. Gəldik innovation verbs və technology-yə. Onların tərcümələrini öyrənək, daha sonra davam edək. Bəli, uşaqlar, mən burada tərcümələrini yazdım. Become olmaq, build tikmək, create yaratmaq, discover kəşf etmək, invent ixtira etmək, start başlamaq, take götürmək, use istifadə etmək, technology-də battery batarya, headphones qulaqlıq, keyboard klaviatura, printer screen ekran, tablet isə planşet mənasındadır Azərbaycan dilində. Davam edirik vocabulary bölməsi ilə. Circle the correct option. Doğru fikri dairəyə almalıyıq. Scientists discover or build two planets outside the solar system in 1992. Discovered olar yəqin ki, çünki deyir ki, 1992-ci ildə alimlər iki planet kəşf etdilər, onlar tikdilər, olmaz. In 28, Barack Obama created yoxsa became the first African American president of the United States. Yəni oldu onlarda ilk Afrikan Amerikanlı prezident oldu. Afrikalı Amerikan prezidenti oldu. Russell Kicks took yoxsa discovered the first digital photograph. Kəşf etdi onlar, götürdü yox. İlk fotoğrafı, digital fotoğrafı kəşf etdi. Daha sonra Sir Tim Berners-Lee invented yoxsa become the World Wide Web. World Wide Web'i 1989-cu ildə invented ixtira etdi. In the 1950 görürəm rəqəmi. 1950s, a lot of young people created yoxsa started to wear jeans. Başladı cins geyinməyə. Olar. Daha sonra davam edirik. Növbəti tapşırığımız put the letters in correct order, complete the sentences. Deməli, sözləri düzgün şəkildə qoymalıyıq. Burada sözləri yox, daha doğrusu hərfləri düzgün şəkildə yerləşdirməliyik. Səhv verilmiş sözləri düzgün yazmalıyıq. Gəlin, yazaq. Bəli, uşaqlar, sözləri, daha doğrusu hərfləri düzgün sırayla qoyaraq sözləri yaratdıq. İndi isə davam edirik. Burada verilən sözləri düzgün şəkillərin altında yazmalıyıq. Məsələn, bu olacaq batarya yazırıq. Battery. Screen, ekran deməkdir. Daha sonra tablet. Daha sonra headphones. Və printer. Bu şəkildə tamamladıq.
Davam edirik. This is a small computer tablet. You look at this part of cell phone or computer or TV. Kompüterin, TV-nin və cell phone-un bir hissəsinə baxırsan, bu screen olacaq. You put this on your ears to listen music. Mahnıya qulaq asırsan, headphones olacaq. This object gives electricity to cars, cell phones and radios. Bu olacaq batareya, yəni bunlara enerji verir, telefona, radioya, maşınlara enerji verən. One of the parts of computer with the letters on it. Üzərində hərflər olan kompüterin bir hissəsi keyboard olacaq. You use this to make a lot of copies of a document. Dokumentlərin bir neçə nüsxəsini, kopisini çıxarmaq üçün istifadə edirik printerdən. Belə, bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.